Salam əziz şagirdlərimiz, bugün 11-ci sinifin 3-cü qrup blok imtahanının suallarına baxmaq istəyirəm sizlə bərabər. Başlayaq. Birinci sual belədir ki, tələffüz şəklində verilmiş sözlərdən birində verilmiş qaydalardan birinin işləndiyini əminliklə deyə bilmərik. Qaydaları sözlərə uyğunlaşdırmaq lazım gələcək. Baxaq. Laş 2 variant şəkilçisi qoşulduğu sözün son salamitindən asılı olaraq daş 2 variant raş, naş kimi tələffüz olunur. Gəl burada sözləri əvvəlcə düzgün yazılış formasına gətirək. Baxaq ki, hansı şəkilçi işlənib. Qışlaq, dənizlər. Sonra dərdləşmək. Qələmimi incəldim. Cəsarətlənmək, cəsarətlənmək. Belə yazılır. Dayımla. Burada bu sözü biz götürə bilərik dayımla və yaxud dayımdan. Hər ikisinin tələffüzü dayımdan kimi olacaqdır. İndi gəl uyğunlaşdırmağa çalışaq. Laş şəkilçisini biz burada görürük bu sözdə. Deyir ki, qoşulduğu sözün son salamitindən asılı olaraq daş 2 variant kimi tələffüz oluna bilir. Burada görürük ki, laş, burada daş 2 variant kimi tələffüz olunubdur. Deməli, bu sözün bu qayda ilə uyğunluğu var. Laq 2 variant şəkilçisi qoşulduğu sözün son salamitindən asılı olaraq dağ kimi tələffüz olunur. Bax, fikir verin, burada laq 2 variant şəkilçisindən əmələ gəlmiş söz dağ 2 variant kimi tələffüz olunur. Yəni, bu qaydanın da bu söz uyğunluğu var. Lan 2 variant şəkilçisi qoşulduğu sözün son salamitindən asılı olaraq danla ran kimi tələffüz oluna bilər. Lanı biz burada tapmaq cəsarətlənmək sözüdür. Necə olubdur? Cəsarətdənmək olurdu. Əslində dən 2 variantdır, dan 2 variantdır. Sadəcə olaraq burada n-dan sonra m gəldiyinə görə, n da m-ya keçibdir. Yəni əslində lən, dən, nan, ran kimi tələffüz oluna bilər. Bu qaydada bu sözə uyğundur. Dan 2 variant çıxışlı hal şəkilçisi m və n hərfləri ilə bitən sözlərə qoşulduqda nan kimi tələffüz olunur. Biz bunu əminliklə deyə bilmərik ki, dayımdan sözündə dan-dən çıxışlı hal şəkilçisi mi var, yoxsa lalə qoşması mı var? Çünki lalə qoşmasının da tələffüzü nan-nən kimi tələffüz olunur. Sən bu qaydanın bu sözdə olduğunu əminliklə deyə bilmərsən deyə cavab olacaq Y variantı. Lar 2 variant şəkilçisi qoşulduqda sözün son salamitindən asılı olaraq dar kimi, rar və nar kimi tələffüz oluna bilər. Baxın, lar 2 variant gəlib burada dar kimi tələffüz olunub. Bu qayda ilə də C variantındakı söz uyğunluq təşkil eləyir deyə. Sənin cavabın olacaq Y variantı. İndi gəl 2-yə baxaq. Cədvələ əsasən uyğun bəndi müəyyən edin. Əhali sözünün məzmununda cəmlik anlayışı olduğu üçün cəm isim hesab olunur. Biz demişdik ki, toplu isimlərimiz məzmunca cəm isim olsalar da, qrammatik baxımından tək isimdilər. Bizim üçün cəm isimlər o zaman cəm hesab olunur ki, larlar şəkilçisini biz orada görək. Bu səhv fikirdir. Boyaqçılıq ismi mücərrəd isimdir, cəm şəkilçisi qəbul eləyə bilər. Baxın, boyaqçılıq sənət peşə məzmunlu isimdir. Bəli, mücərrəddir, amma cəm şəkilçisi qəbul eləyə bilmir. Sənət peşəyə ixtisas bildirən sözlərimiz cəm şəkilçisi qəbul eləyə bilməzlər. Təsirli halda olan isim xəbərli şəkilçisini qəbul eləyə bilər. Yeganə ismin halı təsirli haldır ki, xəbərli şəkilçisi qəbul eləyə bilməz. İncəsənət xadimi birləşməsində qeyri-müəyyən yiyəlik halda olan isim müəyyən yiyəlik halda çevirmək mümkündür. İncəsənətin xadimi məntiqsiz bir birləşmə əmələ gətirdiyinə görə sən onu müəyyən yiyəlik hala çevirə bilmərsən. Elə qabağında da yanlış yazıbsa sənin variantını dedi. Y-yə də baxaq hər ehtimal. Tələffüz şəklində verilmiş xalıya sözünün yazılışını iki cür düşünmək mümkündür. Düzdür. Bir xalça mənasında xalıya yazarsan, bu formada xalı üstə gəl A-ə yönlük hal şəkilçisi kimi, bir də xalaya yaza bilərsən. Hər ikisinin tələffüzü xalıya şəklində olacaqdır. İki cür düşünmək mümkündür. Bu da doğru olmalıydı. Burada isə yanlış yazılıbdır. Deməli, sənin variantın olacaq D variantı. Yanlışın qabağına yanlış yazıbdır da, deməli düzgündür. Yazılışı düzgün olan sözün fonetik təhlili ilə bağlı doğru fikirləri müəyyən elə. Nostalji sözü nostalji yazılır. Neft çıxarma düzgün yazılıbdır. Nərmə nazik deyil, nərma nazikdir. Nərma nazikdir.
Deməli, burada neft çıxarma üzərindən gedəsi olsaq, neft çıxarma. Gəl baxaq, neft çıxarma şəklində bunun tələffüzü olacaqdır. O baxımdan irəliləsək, səs və hərf tərkibi arasında bir fərqli məqam var. Neft çıxarmada t düşdü, düzgün fikirdir. Ahəng qanuna tabe deyildir. Bəli, baxın, eynən burada incədir, digər saitlərimiz qalındır. Bu da düzgün fikirdir. Kar samitlərin sayı cingiltili samitlərin sayından çoxdur. Kar samitimiz f, ç, x, 3 dənə cingiltililər n, r, m, 3 dənə. Bərabərdir, səhvdir. Saitlərdən biri incə və açıqdır. E saitini deyir, düz deyir, incə və açıqdır. Yalnız 2 samitin qarşılığı yoxdur. Baxası olsaq, r, m, n, 3 dənə samitin qarşılığı yoxdur. Olacaq 1, 3, 1, 4, 2, 4 C variantı. İndi 4-ə baxaq. 4-ü bayaqki ayrıca çəkmişdim, bayaqki videoda yenidən təkrar deyək. Deyir ki, dodaqlanan saitlər və kar samitlər silərək alınan sözün leksik mənasını müəyyən edin. K-nı silirik, kar samitdir. Ü-nü silirik, dodaqlananda. O-nu silirik, dodaqlananda. Ş-nı silirik, kar samitdir. U-nu silirik, dodaqlanan saitdir. Ö-nü silirik, dodaqlanan saitdir. T-nı silirik, kar saitdir. Nə qaldı əlimizdə? Minarə. Minarə sözü. Minarə. Minarə sözü də azan vermək üçün məscidlərin yanında və üstündə ucalan güllə mənasını verir. B variantıdır. Hansı bənddə nöqtələrin yerinə uyğun saitlər yazılmalıdır? Gəl baxaq. Təbaşir, bəyənat, peşəkar, nevroloji, bəyənat, təbaşir, memorial, manometr, mavzoley, nəbatat, manometr, mavzoley, təbaşir, memorial, mozaika, bəyan etməkdir, metanomiya, mikroskop, peşəkar, nevroloji, modelyer, bəyanat, monitoring, paraxod. Bu formada götürsək, hansı variant çıxacaq? Manometr, nəbatat. Deməli, A variantı bizim düzgün cavabımız oxşuyur. Gəldik 6-cı suala. Uyğunluğu müəyyən eləyin. Əvvəlcə bütün sözlərin deyilişini yazaq. İtaət, uzanır. İtaətkarlıq. Daha sonra kooperativ. Göz oxşuyan. Ədavət. Uzanır. Və diaqonal. İndi baxaq. Tələffüz zamanı açıq sait qapalı saitə çevrilir. Bu göz oxşayan sözündədir. Açıq keçdi qapalıya. Yəni, biri qoyduq C-yə. Başqası da varmı? İtaətkarlıq, ədavət, kooperativ, diaqonal görmürəm. 1C. Tələffüz, sözdəki qoşa saitlərdən biri tələffüz zamanı düşür. Qoşa saitlərdən biri tələffüz zamanı düşür. Diaqonalda gəldi, əksinə ədavət. Bu da kooperativ sözünə uyğun gəlir. Qoşa saitlərdən biri tələffüz zamanı kooperativ. Burada bu uyğun gələcək. B variantı. Tələffüz zamanı səs artımı baş verəcək. Bu da haradaydı? Diaqonal idi də. Diaqonalda Y artmışdı. Bunu da bura qoyuruq. 1C, 2B, 3Y. D variantı uyğun gəlir. Digər variantlara təkrar baxırıq. İtaətkarlıq burada 3 qaydanın üçü də uyğun deyil. Daha sonra olacaq bizim variantımız D variantı. 7-ci testə baxsaq, hansı cümlədə günahkar sözünün sinonimi işlənmişdir?
Arazla bir gündə həbsxanadan 80-ə yaxın inqilabçı fəhlə azad edilmişdi. Burada inqilabçı sözünü sinonim kimi götürə bilmərik. Bizim kinli prokuror nə qədər istəmiş ki, hakim onunda dursun müqəssir kimi. Müqəssir günahkara sinonim kimi götürülə bilər. Digər variantlara baxaq hər ehtimal. Deyir ki, yağlardan öcə almayınca yağı düşmən deməkdir. Qisas qılıncımız qınına girməz. Yoxdur burada. Atası biraz mühafizəkar və pulpərəst insandır. Mühafizəkar qatı dindar insanlara deyirlər. Sən bu ittihamı öz üzərindən nə kimi bir sübutla götürə biləcəksən? İttiham da günahkarın sinonimi ola bilməz. Olacaq elə B variantı düzgün cavab. Yaşamaq sözünün bir şeydən ilham almaq, bir şeyi öz həyatı üçün əsas hesab etmək mənasında işləndiyi nümunəni müəyyən eləyək. Piri kişi Qaraca qızın kim olduğunu, bu vaxta qədər necə yaşadığını, onu ətraflı nağıl edirdi. Qaraca qızın necə yaşadığı elə onun həqiqi mənasıdır. Bir şeydən ilham almaq mənasını vermir. Sizinlə yaşayır qəlbim indidən, bizim də başqa bir baharımız var. Burada fikir verəsi olsaq, sizinlə yaşayır qəlbim, yəni sizdən ilham alır və sizi öz həyatım üçün əsas hesab edirəm mənalarını vermək mümkündür. B variantı düzgün variant olacaqdır. Qürbətdə olan oğlunun fikrini çəkən ana rahatlığın nə olduğunu bilmirdi cümləsindəki frazeoloji birləşmənin sinonimin işləndiyi cümləni müəyyən eləyin. Burada fikrini çəkmək frazemi var. Bilirik ki, frazemin sinonimi də özü kimi frazem olmalıdır. Gəlin baxaq. Bir fikrə gəlmək ilk və ən çətin addımlardan biridir. Fikrə gəlmək frazemdir. Amma fikrini çəkməklə eyni mənanı vermədiyinə görə sinonim götürə bilmərik. Xalqının hayına qalan, baxın, hayına qalmaq ifadəsi frazemdir və fikrini çəkmək ifadəsindən eyni mənanı verir. Ona görə də B variantı olacaq düzgün cavab. Ona baxırıq. Biri publisistik üsluba aid edilə bilməz. Əsas əlaməti kütləvi anlaşılıq və aydınlıq təsirlikdir. Bəli, mücərrəd obrazlıqdan istifadə edilmir. Mücərrəd obrazlıq əsasən bədii üsluba aiddir. Xalq dilinə çox yaxındır. Bəli, xalq dilində gedən bütün dəyişmələr publisistik üsluba birbaşa təsir eləyir. Ədəb dil normalarının riayət olunması tələb olunur. Bu bütün üslublarımıza aid olan bir xüsusiyyətdir. Tarixi təkamül prosesində formalaşmış standart formalardan kənara çıxmır. Bu rəsmi işgüzar üslubumuzun xarakterik xüsusiyyətidir. Rəsmi işgüzara aiddir. Standart formalardan kənara çıxa bilmir. Y variantı. Hansı isim konkret isimlə düzəlmiş mücərrəd isimdir? Gəl baxaq. Yaxşılıq ismi yaxşı sifətindən əmələ gəlmişdir. Bu getdi. Tarix, tarixşünas, tarixşünaslıq. Tarix mücərrəd isimdir, amma tarixşünas insan anlayışı bildirən konkret isimdir. Tarixşünaslıq da insan anlayışı bildirən tarixşünasdan yaradılmış mücərrəd isimdir. Tarixşünas konkret isimdən yaranmış, tarixşünaslıq mücərrəd isimdir. B variantı olacaq cavabın. Digərlərinə də baxaq. Ümid ismindən ümidsiz sifəti, ümidsizlik ismi, yəni ümidsizlik ismi ümidsiz sifətindən əmələ gəlibdir. Tarix, tarixçi. Tarix mücərrəd ismindən tarixçi konkret ismi əmələ gəlibdir. Bizdən isə əksini istəyirdi. Düşüncə sözünün kökü isə düşündü. Düşüncə də isimdir. Yəni feildən əmələ gəlmiş isimdir. Bu duyğusuzluq təşkil edir. Olacaq cavab B variantı.